D vitamini niyə hamıda azdır? Deyirik ki, günəşli ölkədə yaşayırıq. Bizdə əslində D vitamini yüksək olmalıdır. Bəs niyə azdır? Əvvəla biz günəş şüasından kifayət qədər istifadə eləmirik. Günəşli ölkə olsaq da biz evlərdə, ofislərdə oluruq və kifayət qədər günəş şüasından istifadə eləmirik. İkinci, D vitaminini biz daha çox xərcləyirik. Çünki demək olar ki, hər kəsdə xronik iltihab var. Qidalanma, şəkərin çox miqdarda qəbul olunması, virusların çox yayılması bizim daimi xroniki iltihabla üzbəüz qoyur və bu da D vitamini xərclənməyinə səbəb olur. İkinci yerdə oksidativ stresin çox olmağı. Çünki bədəndə toksinlər çoxalır, antioksidan sistemə daha çox tələbat olur və D vitamini birbaşa antioksidant olmasa da antioksidant fermentləri aktivləşdirdiyi üçün D vitamini xərclənməyi çoxalır. Üçüncü isə D vitamini olan qidaların az miqdarda qəbul olunması. Çünki D vitamini ən çox dəniz məhsullarındadır, süd məhsullarındadır, bu da indi kifayət qədər qəbul olunmur. Çünki D vitamini qidadan tam olaraq yox, qidadan qəbul olunduqdan sonra qaraciyər və böyrəkdə çevrildikdən sonra orqanizmdə D vitamini funksiyasını yerinə yetirir və biz də həmən qidaları az qəbul edirik.